Salam uşaqlar, 85-ci tapşırığın həllinə baxırıq. Deməli, bizə verib A maddəsi, ərimə temperaturu -15, qaynama 45. Temperaturu 55-dən -5-ə gətiririk. Yəni, burada qazdır. Gətirdik maddəni mayeyə. -5-ə qədər azalır. Doğru ifadələri müəyyən edin. Molekulların hərəkət sürəti artır. Bu yanlışdır. Qaza doğru getdikcə hərəkət sürəti artır. Molekullar arası məsafə azalır. Bu doğrudur. Məsafə qazlarda daha çoxdur, amma mayeyə getdikcə məsafə azalır. Buxarlanma prosesi baş verir. Bu da yanlışdır. Çünki qazdan mayeyə keçir. Kondensləşmə prosesi baş verir. Doğrudur. Sıxlıq artır. Bu da doğrudur. Çünki bərkə doğru gəldikcə, deyək ki, qazdan mayeyə bərkə doğru gəldikcə sıxlıq artır. Cavab 2, 4, bir də 5 olur. 86-cı tapşırıqda bizə reaksiya verib. 4,8 qram natrium hidridin artıqlaması ilə götürülmüş su ilə qarşılıqlı təsirindən neçə litr hidrogen ayrılır? Baxırıq ki, burada əmsala ehtiyac yoxdur. Ona görə 24 qram natrium hidrid reaksiya daxil olanda 22,4 litr H2 ayrılırsa 4,8 qram verir baxı bizə. 4,8 qram 4,8 qram reaksiyaya daxil olsa x də bərabərdir 4,48 litr edir. 87-yə baxırıq. 87-də görürük ki, qabın içərisində 1 mol oksigen var. Bu 2 atomdur. 2 atom. Ona 2 mol x əlavə etdikdə, əlavə olunduqdan sonra atomlar sayı 3 dəfə və 4 dəfə artır. Baxaq görək 2 mol karbon qazı neçə atomdur? Bu, deməli, 1 atom burada, ikisi də burada 3. 3-ü 2-yə vuranda 6 atom eləyir. Sonra fluoru götürsəm bu 4 atom eləyir. 2 mol amonyakı götürsəm, amonyakda 4 atom var, 8 atom eləyir. Ozonu 2 mol götürsəm 6 atom eləyir. H-kloru da 2 mol götürsəm, bu da 4 atom edir. İndi baxıq, əvvəlki qarışığımız 2 atomdur axı. 2 atomun üstünə mən bu 6 atomu gəlsəm, edir 8. 8 də əvvəlkindən neçə dəfə çoxdur? 4 dəfə. Çünki əvvəlki 2 atomdur. Deməli, 4 dəfə çox olan 6 atomlulardır. 6 atomlu A ilə D-da gedir 2-yə, A-dır. Sonra baxaq görək bu 2 atomlulardan əvvəl 2 atom idi, indi 4 atom artdı. Yəni cəmi elədi neçə? 6 atom. Əvvəlkindən neçə dəfə çoxdur? 3 dəfə çoxdur. Çünki əvvəlkində 2 atom vardı. 3 dəfə çoxdursa, onda E uyğundur. Bir də B uyğundur. Birə də E ilə B uyğundur. Deməli, 88-ci tapşırıqda bizə kütlənin, bura diqqət etmək lazımdır, moldan asıllıq qrafiki verilibdir. Bizə verib ki, 0,5 mol X2O neçə qramdır? 7,2. Görək 1 molu neçə qramdır? X bərabərdir. Məxrəcdə 5, surətdə 72 vuraq 10 olur. 1 dəfə, 2 dəfə edir 144. Yəni bu nə deməkdir? X2O bərabərdir 144. 2x bərabərdir 144-dən 16-nı çıxıram. Burada 14 çıxanda 8.
3'dən 1'in ikisi 128. X ilə bərabərdir. 128'i də 2'ye böləndə düşür 64. Bizdən burada soruşur. X'in nisbi atom kütləsi 64'dür. Bu maddədə elementlərin kütlə nisbətini müəyyən edin. X oldu 64. Kütlə nisbətinə baxaq. Deməli bu mis2 odur. 128 bölək 16'dır. 4'ü ixtisar aparsaq 32. 4'ü ixtisar aparsaq yenə 4. Yenə də 4'e ixtisar aparsaq bir dəfə. Burada da 8 dəfə. 8 bölək 1 düşür. 89'a baxıraq. Bizə verib ayrılma üsulları. ABC'ye uyğun gələn ayrılma üsullarını yazın. Xörək tuzu su buxarlanmadır və yaxud da kristallaşma da ola bilər. Neft su deməli durultmadır. Durultma. Neft və havadakı qaz qarışıqlarını distillə ilə ayrılırlar. Distillə. Kalsiyumun 90'a baxırıq. Kalsiyumun kükürtlə reaksiyası var. Kalsiyum esi alınır. Hər ikisini eyni qram veriblər. Eyni qram olanda onları mola çevirmək lazımdır. 40 qram kalsiyum ilə 1 moldur. 40 qram kükürtdə 40'ı bölməliyəm 32'yə. Və əmsallarına bölürəm. Mola çevirdim, əmsallarına bölürəm. Bu biri əmsala bölsəm 1 eləyir, amma 40 bölək 32'ni böldükdə isə birdən böyük rəqəm eləyir. Ona görə kalsiyumun hamısı reaksiyaya daxil olur. 40 qramı da daxil olur. Onda belə yaza bilərik ki, 40 qram kalsiyuma, buradakı 40'ı deyirəm, yəni reaksiya daxil olan 32 qram reaksiya gedirsə, artıq bildim ki, bu 40 qramın hamısı gedir, götürülən 40 qramın. Bundan nə qədər gedir? Yenə də 32 qram kükürt reaksiya gedir. Əvvəl kükürdü 40 götürmüşdülər, onun 32'si getdi. 8 qram neynədir? 8 qram artıq qaldı. Məhsulun kütləsini də tapa bilərik. Məhsuldan kütləni tapmaq üçün 40 qram kalsiyum reaksiya getdi. 32 qram da kükürt reaksiya daxil oldu. Məhsulun kütləsi neçə oldu? 72 qram oldu.